Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bugün sizlərlə bərabər miq və sertifikasiya imtahanından düşə biləcək belə bir sualın izahına baxaq. Demək, bizə deyir ki, ABCD kvadratdır. Mərkəzi A nöqtəsində olan 1/4 dairə çəkilmişdir və mərkəzi O nöqtəsində olan dairə kvadratın tərəflərinə və 1/4 dairəyə toxunur deyir. AB məsafəsini bizə 6 verib, O mərkəzli çevrənin radiusunu soruşur bizdən. Başlayaq sualımızın izahına. Demək, AB məsafəmiz 6-dırsa, onda AD məsafəmizə nə olmuş olur? 6. Kvadratın bütün tərəf bilirik ki, nədir? 6-dır. Onda biz burada A nöqtəsi ilə C nöqtəsini birləşdirsək, bu bizə kvadratın nəyin vermiş olur? Diaqonalını vermiş olur. Kvadratın diaqonalı biz bilirik ki, tərəfin nəyinə bərabərdir? Kök 2 misinə bərabərdir. Yəni 6 kök altında 2 olmuş olur. İndi biz kiçik dairəyə baxsaq, kiçik dairəmizdə O nöqtəsi ilə bu toxunanı birləşdirsək, bunlar da nədir? Radius olmuş olur. Bura radiussa, burada radiusdur. Burada nədir? Radiusdur. Bu isə yarım dairənin, yəni radiusudur, bu da 6-dır. Burada düzbucaqlı üstbucaq olduğuna görə r-dirsə, bu isə olmuş olur r kök altında 2. Onda 6 kökümüz bərabər olur. 6 üstəgəl r kök altında 2-yə. Buradan da 6-nı keçirsək sol tərəfə olacaq 6 kök altında 2 çıxılsın 6 bərabərdir. R üstəgəlinsin r kök altında 2-yə. Və buradan 6-ları ortaq kimi çıxarsaq qalır kök altında 2 minus 1 bərabərdir. Buradan da r-ləri çıxarsaq r çıxdı mötərizə xaricə qaldı kök altında 2 üstəgəlsin 1. Demək, buradan da r-i tapsaq r bərabərdir. 6 vurulsun kök altında 2 minus 1 bölünsün kök altında 2 plus 1. Məxrəcin qoşmasına vursaq, surəti də məxrəcdə olacaq 6 kök altında 2 minus 1 vurulsun kök altında 2 minus 1 bölünsün kök altında 2 plus 1 vurulsun kök altında 2 minus 1 bərabərdir. Məxrəcimiz yəni 2 çıx 1 olmuş olur. Surətimiz də olur 6 vurulsun kök altında 2 minus 1-in mötərizə kvadratı. Surəti açsaq olacaq 6 vurulsun 2 çıxılsın 2 kök altında 2 üstəgəl 1. Bu da bərabərdir. 6 vurulsun 3 çıxılsın 2 kök altında 2. Mötərizəni vurub açsaq 18 çıxılsın 12 kök altında 2 olmuş olur. Cavab oldu 18 çıxılsın 12 kök altında 2. Yəni A variantı. Gəldik növbəti belə bir suala. Deyək ki, şəkildə eyni dairələr bir-birinə və kvadratın tərəfinə toxunur. Şəkildə eyni dairələrin radiusları 2 cm olduğuna görə kvadratın tərəfi neçə santimetrdir soruşur bizdən. Bu cür sualları necə həll edəcək? Demək ki, dairələrin mərkəzləri bir burada, bir də burada olsa, onda bu hissəni birləşdirsək, sonra bu hissəni birləşdirsək, bunlar nədir? Radiuslarımız və uzunluqlar nədir? 2-dir. Buradan mərkəzləri də birləşdirsək, bunlar da yəni radiusları nə edir? Cəmdir. İndi gəldik bu hissədə fərqli bir rənglə görsətsək. Demək, bura 2-dir, bilirik. Bura 2-dir, burada 2-dir, bura nədir? 2-dir. İndi mən bunu sona qədər bu formada çəksəm, bura 2-dirsə, burada nədir? 2-dir. Eyni qaydada digərini uzatsaq, bax, buranı da uzatsaq, bu hissəni də uzatsaq, demək, burada nədir? 2-dir. Burada 2-dir. Çünki bu hissədə nədir? Radiusu burada 2-dir. Demək ki, buradan bərabər yanını almış olur, düzbucaqlı, üçbucaq almış olur. Və bu 4-dürsə, onda bunun tərəflərdə nə olmuş olur? 2 kök altında 2. Bura 2 kök isə aşağıda nə olmuş olur? 2 kök altında 2 olmuş olur. Bizdən də kvadratın tərəfini soruşurdu. Yəni AB-miz elə kvadratın tərəfidir. O da olur 2 üstəgəl 2 üstəgəl 2 kök altında 2. Yəni 4 üstəgəlsin 2 kök altında 2 olmuş olur cavabımız. Yəni cavab oldu 4 üstəgəl 2 kök altında 2 D variantı. Növbəti belə bir sualımız var. Bu sualda da bizə deyir ki, şəkildə mərkəzləri O, K, L və M olan dairələr cüt-cüt bir-birinə toxunur. Mərkəzi M olan dairənin radiusu 2 cm-dir. AB-nin uzunluğu neçə santimetrdir soruşur bizdən. Demək, burada neynəyəcək şahidlər? AK-mız R desək, onda KO da nədir? R-dir. Onda OL də R-dir, çünki eyni mərkəzdədir bunlar. LB də nə olmuş olur? R olmuş olur. M, K, L nöqtələrini birləşdirsək, demək, M-lə K-nı birləşdirdik. Eyni M-lə L-i birləşdirsək, burada nə almış olur? Bərabər yanlı üçbucaq almış olacaq. O nöqtəsi ilə bu böyük yarım dairəni
birləşdirsək bu formada. Burada bir dənə almış olur? Düzbucaqlı üçbucaq almış olur. Bu isə yəni 90 dərəcədir. İndi M mərkəzi olan çevrənin radiusu 2 idi. Bura 2 idi. Bura R-dir. Bura 2-dir. Burada 2-dir. Bura R-dir. Onda yarım dairəmiz, yəni radiusu 2R olduğuna görə, demək ki, O nöqtəsindən bura bir F nöqtəsi desək, O-dan F-ə qədər də 2R olmuş olur. Onda M-dən O-ya qədər olan məsafə, yəni MO hissəmiz 2R çıxılsın nə olmuş olur? 2 olmuş olur. İndi gəldik burada düzbucaqlı üçbucaqda biz MOL düzbucaqlı üçbucağına Pifaqor tətbiq etsək, olacaq 2R çıxılsın R2-nin mötərizə kvadratı üstə gəlinsin R-in kvadratı bərabərdir R plus 2-nin mötərizə kvadratına. Və buradan mötərizə kvadratını açıq olacaq 4R-in kvadratı çıxılsın 8R üstə gəl 4 üstə gəl R-in kvadratı bərabərdir R kvadratı üstə gəl 4R üstə gəlinsin 4. Demək, R kvadratlarımız eyni işarə olduğuna görə bir tərəf yıxsa 0 edəcək. 4'lərimiz də getdi. 4R'i keçirsək sol tərəfə olacaq. 4R'in kvadratı çıx 12R bərabərdir 0'a. Buradan da ortaq kimi 4R'i çıxarsaq, yerdə qalır R çıxılsın 3 bərabərdir 0'a. Bilirik ki, radius 0 olmayacağına görə buradan R minus 3 bərabərdir 0'a. R də alırıq ki, nədir? 3'dür. Bizdən də AB məsafəsini soruşur. AB də neçə R'dir? 4R'dir. Onda 4'ü vursaq 3'ə, bu da edər 12. Cavab oldu 12 santimetr C variantı. Diqqətinizə görə təşəkkür edirəm. Belə bir videoların davamlı gəlməsi üçün kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın.